güya haransa Azərbaycanda partlayanları DTX tutub zərərsizləşdiribdir. Təbii ki, burada yəni İsrailin xoşuna gələcək bir məsələdir bu. Və bir tərəfdən əlbəttə ki, Türkiyəni bəlkə də allatmaq istəyir. Çünki orada Bakı-Ceyhan boru kəməri Türkiyəyə gedir oradan. Və dediyində burada haqq var. Yəni Alyona Əliyeva söhbətində. Alyona Əliyeva söhbətində ən çox İlham Əliyevin danladığı fiqur, vəzifəsi kimdir? Əli Nağıyevdir. Dövlət Təhlükəsizlik Xidməti uğursuzluğu tam ortaya çıxdı və sən də keçənləri dedin ki, hətta iclasda danlayıbmı, ona yəni bu məsələlər niyə ortaya çıxıb, necə Alyonanı tapıblar və s. niyə qoruya bilməmisən mənim ailəmi, axı sən Dövlət Təhlükəsizlik Xidmətisən, mən də dövlətəm, sən mənim təhlükəsizliyimi qorumalısan və belə olan halda İlham Əliyevin hədəfinə gəlib bu faktdır və biz də şəxsən mən son 1-2-3 ildir ki, bunu artıq analiz edirəm ki, İlham Əliyev qucaq dəyişdirib. Əvvəllər Putinin tam qucağında idi, sonra bədəninin bir hissəsinin qucağa oturan yerini Türkiyəyə tərəf çevirdi Ərdoğana və sonradan belə ortaya çıxır ki, bu adam elə həmçinin də İsrailin qucağında oturubdur. Və biz də bilirik ki, Azərbaycanda, xüsusən də son zamanlar güc strukturlarında vəzifədə qalmaq və yaxud da çıxartmaq işinə, buna açıq deyirəm mən, İsrail öz nüfuzundan istifadə edir, təsirindən. Və indi burada quyruğu qapı arxasında qalan Əli Nağıyev İsrailin xoşuna gəlməsi üçün belə bir məqamda bu özünün şousunu göstərir ki, İlham Əliyevə İsraildən zəng gəlsin ki, sən Allah biraz Əli Nağıyevi saxla orada, o bizə lazımdır və yaxud da nə? Bu faktoru da unutmaq lazım deyil. Amma görün, yəni Dövlət Təhlükəsizlik Xidməti bir qurumdur. Sənin cibində kimlərin əli var, sən kimlərin cibinə əl atırsan. Yəni, Azərbaycan kəşfiyyatın oylağındadır. Hətta mən deyərdim ki, Azərbaycana çox da nüfuzu olmayan, yəni bir Qərbi Avropa ölkəsi Fransa zamanında, mən zamanı deyirəm, bir 3-4 il əvvəl Azərbaycanda at oynadıbdır. DTX da buna şərait yaradıbdır. Və bu məlumatları da biz o zaman Fransanın Azərbaycanda cəsusu olduğunu iddia edən, adı yadımdan çıxıb, familiyası Süleymanov idi. Bizim efirdə də danışdı ki, bəs yəni Fransaya mən cəsusluq edirdim, bunu da etiraf edirəm, əvvəlcə bilməmişəm, sonra bilmişəm və ondan sonra bu məlumatı Dövlət Təhlükəsizlik Xidmətinə vermişəm. DTX mənə deyib ki, işində ol. Yəni də, tamam, onlara da elə, bizə də elə. İki tərəfli cəsus ol ki, da. Və yəni, sonra da bu məsələlərdə partlayır, fransız vətəndaşını Azərbaycana cəsus kimi Martiniyanı tutub saxlayıblar. Yəni, demək istədim odur ki, Əli Nağıyev, Dövlət Təhlükəsizlik Xidməti bütün dövlətlərin cəsuslarını Azərbaycanda şərait yaradıb, at oynadır. Əsas onun marağında olsun, marağına xidmət edilsin, pulunu yaxşı qazansın, biznesi, uşaqlarının, Əli Nağıyevin övladlarının biznesi, çoxlu biznesləri var. Çexiyada Rusiyanın, hələ o vaxt 2005-ci illərdə Rusiyanın Azərbaycanda ən çox at oynatdığı vaxtda Əli Nağıyev Karlovu Varıda, Praqada özünün biznes imperiyasını yaradıbdır. Mən 2022-ci ildə bank transferini göstərdim. Əlimə keçmişdi və onu göstərdim ki, bunun biznesini ilk quran Rusiya və bilmirəm, burada familiyasında biraz adamın mən yəni də belə İsrail familiyası görmüşdüm, amma hər bir halda başqa dövlətə cəsusluq eləyən başqa dövlətin xüsusi kəşfiyyat orqanlarının himayəsində Çexiyada özünə biznes qurmuşdu. Yəni, bu adamlar necə dövlətə təhlükəsizliyinə xidmət edirlər? Azərbaycan qalıb başlı başına. Turan, mən istəyirəm sənə biraz oponentlik eləyim və mənim bir şey yadıma düşüb. Deməli, sənin bu DTX-nın saxta əməliyyatını ifşa edəndə həmin o videonu bir nəfər mənə göndərib və bildirib ki, tutam ki, Əli Nağıyev saxta əməliyyat qurub. Amma mən həqiqətən də mən bu sualın bir cavabını bilirəm. Amma səndən də soruşmaq istəyərdim. İlham Əliyev səncə bilmirmi ki, Əli Nağıyev bunu aldadıb? Yoxsa bu məhz İlham Əliyevin tapşırığı ilə
saxta əməliyyat qurublar. Yəni insanların maraqlı da odur ki, İlham Əliyev görmür ki, bunu Əli Nağıyev aldadır. Yəni İlham Əliyevin bundan xəbəri varmı, yoxsa yoxmu? Bax, bunu istərdim ki, sən öz fikrini də mənə bildirəsən. Açığı mən tam bilgili deyiləm. Yəni İlham Əliyevin yanında deyiləm, Əli Nağıyevlə söhbətindən də xəbərim yoxdur. Bu ərəfələrdə nələr olur, ondan xəbərim yoxdur. Amma mən keçən dəfə videomda dediyim kimi bir-iki ehtimal üzərində yəni fikir yürüdə bilərəm. İlham Əliyevin xəbəri ola bilər ki, və özü bəlkə də tapşırıq verə bilər ki, bir şey elə. Güya Azərbaycan bu tərəfdə İranı casuslarını tapır, tutur və bəs İran bizə partlayış eləmək istəyirmiş, terror eləmək istəyirmiş. Əli Nağıyev bir şey gör də. Bu da ortaya bir şey düzəldir. Bəlkə də İlham Əliyev bunu bilir və heç marağında deyil ki, Əli Nağıyev DTX hansısa necə plan düzəcək, geyinirmə, uydurma olacaq, heç Əliyevin marağında deyil. Amma Əliyev deyib ki, bir şeylər ortaya qoy. DTX da bir şey işləsin. Və yaxud da Əliyev xəbəri yoxdur, sadəcə həm Əliyevin gözünə girmək üçün, həm İsrailə özünü yaxşı göstərmək üçün. Dediyim kimi, Alyona söhbətində quyruğu qapı arxasında qalıb və hər an getmə ərəfəsində olan Əli Nağıyev ora-bura vurnuxur, çabalayır ki, vəzifədə qalsın. Yəni Əliyevə təsir gücü olan İsrailə özünü göstərir ki, dediyim kimi, desin ki, qoy bu qalsın hələlik. Çünki İlham Əliyev artıq, mən deyərdim, əvvəllər də belə olub, sadəcə qucaq-qucaq dəyişir o. Ölkəni özü idarə etmir. Ölkəni başqa dövlətlərin, bir dövlət də yox, biri var bir yerdə otura. Bir dövlətin marağına xidmət eləyir, filan şey eləyir. Başqa dövlətin marağına xidmət eləyir, filan şey eləyir. Bax, burada yenə mən açıq deyirəm, bu məlumatlar da ilk dəfədir. Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbəri Fərid Əsgərov Rusiyanın FSB Akademiyasında təhsil alıb. Yəni, bakalavrını orada oxuyub. Amma ondan sonra İsrailə təlimlər keçib. Xeyli təlim keçib. Prezidentin mühafizəsinin başqanı başqa ölkələrə bağlı olan adamdır. Səncə İlham Əliyev özü başqa ölkəyə bağlı olmayacaq. Yəni İlham Əliyevin ipi başqasının əlindədir. Ona görə mən sənin verdiyin suala tam net bir cavab verə bilmirəm. Sadəcə bu iki variantın arasında qalmışam. Bu da ola bilər, Əliyevin xəbəri var və yaxud da xəbəri yoxdur. Çünki bu əməliyyat DTX-nın qurduğu əməliyyat o qədər boş, o qədər boşluqla qurulmuşdu ki, yəni həbsdə olan adamı İran agenti kimi həbs eləyiblər və bu biabırçılıq olub, milyonlarla baxış yığıb və İlham Əliyev rahat oturub deyir ki, qoy belə də olsun. Yəni mən də tam bir hissəsinə əminəm ki, o elə deyib ki, bir şey ortaya əmələ qoyun. Alyona məsələsini unutturaq və bu İran-İsrail məsələsində biz güya tərəfimizi seçək. Amma mən bir məqamı da qeyd etmək istəyirəm ki, Türkiyə siyasətinə mən son 1-2 həftədə baxıram və İlham Əliyevi sanki Türkiyədə də artıq qəbul etmirlər. Sanki Erdoğan da ona bir siqnal ötürür ki, orada çox yaxma, çox oynama, biz arxanda durmayacağıq, necə ki Qarabağ müharibəsində, biz sənə dəstək verməyəcəyik. Yəni Türkiyə parlamentində artıq İlham Əliyev müzakirə olunur. Artıq onun nə qədər özünü idarə edə bilməyən lider kimi təqdim olunur. Bu da çox maraqlı məqamdır və sən demişkən İlham Əliyev hal-hazırda yəqin qucaq axtarır, kimə sığınsın, kimə etibar etsin və mən düşünürəm ki, bu Türkiyədə bugün Türkiyə mətbuatında baş verənləri, Türkiyə parlamentində baş verənlərə biz baxsaq, görmək olur ki, hal-hazırda İlhamın Türkiyə ilə biraz araları soyuqdur. Bu tərəfdən Rusiya ilə biraz araları soyuqdur və İlham Əliyev ona görə də çıxılmaz vəziyyətdədir. Çətin durumdadır və bir şey də qeyd edeyim. Mən artıq əminəm ki, İran-İsrail müharibəsinin bitməsi və Ukrayna-Rusiya müharibəsinin bitməsi ən çox zərbə İlham Əliyev alacaq. Çünki bütün bu müharibələr bitəndən sonra mən əminəm ki, Putin də bunu çağıracaq ki, gəl görün bura.
Müharibə zamanı sən nə etmişdin? Və İran da mən əminəm ki, bu məsələlərdə susmayacaq, unutmayacaq bunun dediklərini. Şərəfsizlər, ay nə bilim sizi çökdürərik. Bu tərəfdən Amerika, Avropa, Türkiyə, yəni İlham Əliyev həqiqətən də çox pis Təhlükəli oyunlar oynayır öz üçün. doğru Elə bilir ki, sağ oynayır. qalacaq, amma biri başını acacaq onun. Mən tam buna əminəm. Ona görə də İsrail-İran müharibəsi bizim üçün həlledici ola bilər. Rusiya-Ukrayna müharibəsi də bizim üçün həlledici ola bilər. Bunu mən elə görürəm. Keçənlərdə Azad Söz kanalında bir sorğu keçirdik və mən indi sorğunu da ekrana verəcəm, göstərəcəm sizə. Sonra buna video çəkib də mən sorğunun nəticəsini elan etdim ki, bir dəqiqə indi ekrana verirəm. Dəyərli izləyicilər, xahiş edirəm ki, videonu, yayımızı bəyənin, sonlandırırıq bir neçə dəqiqəyə, amma çox önəmli məsələlər var, onları müzakirə ilə tamamlayaq, daha sonra bitirək. Diqqət ekrana, deməli, belə bir sorğu keçirdik. Əgər xaricdən təkcə Əliyev ailəsini hədəf alan bir raket atılsa və beləcə Əliyev hakimiyyəti devrilsə və xalq ayağa qalxıb öz hakimiyyətini qursa, buna sevinərsiniz, yoxsa kədərlənərsiniz? Nəticəyə baxın, 6200 nəfər, sonunda bu günləri baxıram, 6200 nəfər sorğuda iştirak edir, onların 86%-ı deyir ki, sevinərik. Yəni, bu göstərici deyil, mən videoda dedim ki, bunu hətta ASTV özünün YouTube kanalında belə bir sorğu keçirsə, hətta Mir Şahin özünün YouTube kanalında belə sorğu keçirsə, orada da eyni cavab olar. Əgər onlar bu şəkildə sorğu keçirsə və nəticəsi belə olmasa, mən Azad Söz kanalını bağlayıb bir dəfəlikdə çıxıb gedərəm. Yəni, əminəm özümə ki, xalq onların kanallarında da eyni cavabı verə bilər. Yəni, papağını Əliyev qabağına qoymalıdır ki, yəni, millət onu hətta xaricdən bir təsir nəticəsində devrilməsinə belə razıdır. O, Venezuelada gəldilər, prezidentin arvadını başına torba keçirib və uğradıları Venezuela xalqı bayram edirdi. Təsəvvür edirsiniz? Azərbaycandan da elə şey ola bilər. Burada söhbət İrandan raket atılmasından getmir bu sorğuda. Həmçinin İsrail də raket ata bilər səhərsi gün deyəcək ki, sən mənlə oyun oynuyordun sən. Səhərsi gün Rusiya oradan raket ata bilər. Amma vətəndaş əziyyət çəkməsin, vətəndaşın başına düşməsin. Amma vətəndaş vecinə deyil ki, İlhamın başına bu raket düşsə, nə olacaqdı? Yəni, ola bilər Əliyev və Əliyevanın da başına torba keçirib uğrasalar, xalq buna sevinər. Yəni, bu uçurumdur İlham Əliyev üçün. Bir də utanc olmalıdır, ayıb bilməlidir, düşünməlidir, fikirləşməlidir. Mən vətəndaşla illərinə kimi bunları mən yeməyini uğurlamışam, neftini uğurlamışam, uşaq pulunu uğurlamışam. Amma onlara heç nə verməmişəm. Yəni, bunu Məncə İlham Əliyev ölkədə olan real vəziyyəti tam bilir. Və buna niyə əminliklə deyirəm? Sən deyirsən ki, ASTV sorğu keçirsin, Qafqaz infosu və digərləri. Ki, bunlar Alona haqda paylaşım eləyəndə, İlham Əliyevin bayram təbrikləri haqda, İlham Əliyevin iş yerləri haqda çıxışlarını paylaşanda şərh bölümlərini bağlayırlar. Bunlar bilirlər ki, xalq bunlara nifrət eləyir, xalq bunları qəbul etmir, xalq artıq bilir ki, İlham Əliyevin müşavirədə, iclaslarda danışdığı nağıllar artıq qəbul olunmazdır. İlham Əliyevin yeni il təbriki çıxır, şərhləri bağlayırlar. İlham Əliyevin Facebook səhifəsində hər hansı bir məlumat paylaşılır, şərh bölümü bağlayırlar. Çünki real vəziyyəti bilirlər. Çünki başa düşürlər ki, cəmaət artıq aldanmır və biz götürək sənin verilişlərin olub. Zahid Orucun vəzifədən vurulması, onun deməli sosial tədqiqatlar mərkəzini başqa bir quruma birləşməsi. İlham Əliyev dərk edib ki, illərdir ki, Zahid Oruc da buna atış gəlib, buna yalan danışıb. Çünki İlham Əliyev indi artıq görür, şərhləri oxuyur, sənin efirinə baxır, mənim efirimə baxır və artıq şərhlərdə, o videolarımızın altında yazılan şərhləri görəndə
o başa düşüb ki, Zahid Oruc illərdir ki, milyonlar uğurlayıb, iş görməyib. Və ona görə də Mehriban Əliyeva üçün yeni bir vəzifə, yeni bir səlahiyyət verib. Rəqəmsal Şuranın sədri. İndi bizim şərhlərimizə, bizim videolarımıza, bizim sosial şəbəkədə olan fəaliyyətimizə birbaşa Mehriban Əliyeva və onun komandası nəzarət edəcək. Bunlar da yenə də hər şey, qanunlar da təzə qanunlar gördün, dilənmək üçün, ay nə bilim, süni intellektdən istifadə edənlər cərimə olunacaq, ay nə bilim, sosial şəbəkələrə 18 yaşdan aşağı olan şəxslər şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəklər. Bunlar hamısı Alona Əliyeva məsələsindən sonra olub və bu o deməkdir ki, İlham Əliyev narahatdır, İlham Əliyev qorxur, İlham Əliyev çıxılmaz vəziyyətdədir. Amma nə bu qanunlar, nə bu fərmanlar, nə bu oyunlar İlham Əliyev xilas edə bilməyəcək. İlham Əliyev dərk eləməlidir ki, bu xalq artıq razıdır ki, İsrail, İran, Rusiya, kim olursa olsun raketi İlham Əliyevin o Bilgəhdəki villanın üstünə atsın. Ona razıdır, amma bircə bu Əliyevlərdən qurtulsun. Bu xalq bunu çox arzulayır. Və bir şey də mən istəyirəm qeyd edeyim. İlham Əliyevin son müşavirəsindən sonra ki, biz İranla savaşa hazırlaşırıq, bir nömrəli, ay nə bilim, hazırlıq vəziyyətinə gətirilsin ordumuz. Mən şərhləri oxudum və şok yaşadım. Vətəndaşlar, izləyicilər yazırdılar ki, İlham Əliyev, bu dəfə sənə görə biz ölümə getməyəcəyik. İlham Əliyev, bu dəfə 80 manata görə biz ayağımızı, qolumuzu, əlimizi itirməyə hazır deyilik. Və buna mən şahid oldum. Artıq insanlar, necə ki 2020-ci ildə İlham Əliyev demişdi ki, gedin voyinkomata, yazılın. Bu dəfə o bunu görmədi. Bu dəfə insanlar biraz ayıq oldu. İnsanlar dedi ki, biz hər hansı bir oyunda iştirak eləməyəcəyik və İlham Əliyev, biz sənə görə bu dəfə ölümə getməyəcəyik. Göndər ora balaca Heydər Əliyevi, Əlnağıyevi, Vilayət Eyvazovu, qoy sənin ətrafının qohum, əqrabası, övladları döyüşsün. Biz getməyəcəyik. Bu çox yaxşı bir statistikadır, yaxşı bir xəbərdir ki, artıq insanlar biraz düşünə bilir və onlar anlayırlar ki, İlham Əliyevə görə ölümə getməyə dəyməz. 80 manat pula görə gedib qanını, canını ortaya qoymaq olmaz. Bu bizim nəticəmizdir. Çünki biz illərdir ki, insanlara deyirdik, onları maarifləndirirdik ki, İlham Əliyev Qarabağı sizi düşünmür. İlham Əliyev ancaq Qarabağda necə otellər tiksin, necə orada əkin sahələri tiksin, bizneslə məşğul olsun, necə pul qazansın düşünür. İlham Əliyevin müqəddəs yeri puldur, ailədir və pula, ailəsinə görə o hər şey eləyər. Bizi İran-İsrail müharibəsinə də qoşa bilər, min cür hoqqa verə bilər. Amma biz bundan uzaq durmalıyıq. Biz İlham Əliyevə görə bir də heç bir addım atmamalıyıq. Bu qədər. Dəyərli izləyicilər, yayımı bəyənin, maraqlı və yeni bir məlumat deyim. Biraz öncə sən Mehman bildirdin ki, Mehriban Əliyeva özü şəxsən keçib bu işin başına, süni intellekt və vizual media ilə bağlı nəsə komitənin sədri olubdu. Məndə məlumat var, Mehriban Əliyeva'nın Amerika Birləşmiş Ştatlarına səfərini hazırlayırlar. Yaxında Əliyeva ABŞ-a gedəcək, güya bu işlə bağlı orada tədbir görüş keçirmək üçün. Yəni bu işin rəhbəri olması üçün. Yəni ona görə də tələm-tələsik bunu da onun başına gətirdilər. Və həmçinin sən Zahid Orucun adını çəkdin ki, uğursuz ictimai rəyi Əliyevə düzmü çatdırıb, səhvmi çatdırıb və yaxud da cəmaatı
belə deyək də, ictimai rayonuna nəzarət edə bilməyib və bu iş indi keçib Hikmət Hacıyevin əlinə. Media İnkişaf Agentliyi, Dəstək Agentliyi Hikmət Hacıyevin kurasiyasında olan bir şeydir. Kimi bəyənir, kim ona yaxşı yaltaqlanır, onun saytlarına pul ayırır. Məndə konkret, yəni bir neçə sayta konkret ayda, hətta Facebook səhifəsinə nə qədər pul ayrıdı, onlarda məlumat var. Dünənləri bir barədində məlumat verdim. Görəsən İlham Əliyev Hikmət Hacıyevin də başını əzəcəkmi? Anlamırmı ki, Hikmət Hacıyevin əlinə verməklə uğursuz media siyasəti aparır? Yəni, Hikmət Hacıyev də bir şeydir. Hikmət Hacıyev də bilmirəm, mən tuta bilmirəm ki, hara işləyir. Amma harasa da işləyir. Hansısa xarici kəşfiyyata işləyir o. Özünün təbii ki, vəzifəsi səlahiyyətləri daxilində. Amma İlham Əliyevin ən uğursuz media sahəsində deyirəm, mən xarici siyasət və s. demirəm, media sahəsində ən uğursuz köməkçilərindən biridir. Zamanında Əli Həsənov indiki Hikmət Hacıyevdən daha uğurlu prezident köməkçisi idi. Bunu da deyirəm, peçat kimi söz deyirəm, yazılsın. İstədim bunu da deyəm. Məman, təşəkkür edirəm. Mən bir şeyə də əminəm ki, vaxt gələcək. Ramiz Mehdiyev necə çökürdü, necə Əli Həsənovun mülkləri və onu ləkələmişdilər. Hikmət Hacıyevi də, bax, bizə belə oyunla soxuş gələcəklər ki, İlham Əliyev bilmirdi ki, Hikmət Hacıyev də bunu aldadır. İlham Əliyevin xəbəri yox idi ki, onun ətrafında hansısa dövlətə işləyən var. Biz İlham Əliyevi artıq yaxşı tanıyırıq. Hikmət Hacıyevi də tanıyırıq, Zahid Orucu da, bəyləri də, Ramiz Mehdiyev də, hər kəsi. Yəni İlham Əliyev öz vəzifəsinə, öz kreslosuna görə bir gün Əli Nağıyevi də güdaza verəcək, Hikmət Hacıyevin də torbasını tikəcək, Vilayət Eyvazovun da. Amma bu haqda qoy artıq özləri düşünsün. Özləri düşünsün ki, İlham Əliyevə görə dəyərmi bu xalqı əzməyə, xalqı aldatmağa?